həqiqətən də deməli biz sanki barıt çəlləyinin qonşuluğunda yaşayırıq. Baxın, şimalımız böyük bir savaş və oradan o savaşı bizə transfer eləmək istəyən, bizə düşmən münasibətində olan böyük qüvvələr var. Cənubda, cənub qonşumuz böyük bir savaşın içində və o savaşı da bizə transfer eləmək istəyən qüvvələr var. Ölkəmizin özünü idarə edilməsindən də xalq kənarda qalır. Bir adam idarə edir, istədiyini eləyir, səhv fikrə gəlir, səhv eləyir, doğru fikrə gəlir, doğrunu eləyir. Heç bir məsləhətləşmə mexanizmi yoxdur, kollegial idarə etmə yoxdur. Dövlətin idarə edilməsində müasir siyasi nəzəriyyələrdən istifadə olunur. Müasir idarə etmə imkanlarından, kollegiallığın verdiyi imkanlardan istifadə olunmur. Ona görə də baxın, həqiqətən ölkəmiz çox ağır çağırışlar, təhdidlərlə üz-üzədir. Bunlar, belə deyək, oturub gündəlik danışıb ürəyi boşaltmaqla bitən məsələlər deyil. Ölkəmizin sağında, solunda, hər yerində böyük problemlər var. Üstəlik, Ermənistanla belə sülhdə başa çatmayıb, imzalanmayıb. Hələ onlarla da biz savaş halındayıq və biraz əvvəl danışdıq, Ermənistanın özündə də revanş hər zaman ola bilər, prinsip etibarilə. İndi biz biraz optimist yanaşırıq ki, Paşinyanın gücü çatacaq, birləşmiş müxalifətə qalib gəlmək. Amma birdən çatmasa, birdən erməni kilsəsinin açıq mövqe qoyması, bəlkə elə o çatışmayan son damla olacaq Ermənistanın Rusiyapərəst müxalifətinin Paşinyana qalib gələ bilməsi üçün. Birdən kilsənin bu mövqeyindən ruhlanan başqa qüvvələr də keçdi anti-Paşinyan mövqeyinə. Yəni orada da sülh yoxdur. Beləliklə baxın, üç tərəfdən təhlükənin içindəyik. Üç tərəfdən. Ona görə də Azərbaycan hakimiyyəti məsuliyyətli davranmalıdır. Bu qədər böyük təhlükələrin içində dərd bundadır ki, Azərbaycan hakimiyyəti məsuliyyətini dərk etməyib, üstəlik xalqı ilə də savaşır. Deməli, üç tərəfdən bizə savaş ixrac eləmək istəyirlər. Azərbaycanı savaşdan çıxmış, onsuz da çox ağır yaralar almış 2-ci Qarabağ savaşında ölkəni yeni, dağıdıcı savaşlara cəlb eləmək istəyən nüfuzlu qüvvələr var. Və üstəlik Azərbaycan hakimiyyəti özünün o dar göz yanaşmasına görə xalqla da faktiki savaş halındadır. Nə deməkdir balaca bir ölkədə 375 nəfərə qalxdı siyasi məhbusların sayı. Ondan sonra da hələ artıq 380-dən söhbət getməlidir. Kiçik bir ölkədə biz ancaq siyasi məhbusların sayının artmasını müzakirə eləməklə məşğul oluruq. Bir-birindən əcaib repressiyalar həyata keçirilir. Xalq cəbhəsinin inzibati qaydada həbs olunmuş üzvləri inzibati həbsdən çıxandan sonra başlayırlar onların haqqında yeni cinayət işləri də uyurmağa. Belə bir şəraitdə əlbəttə ki, Azərbaycan üçün kənar təhlükələr daha da təsirli olur. Ona görə də bu şəraitdə nə etməli? Birinci növbədə məsuliyyətli olmaq lazımdır. Dərk eləmək lazımdır ki, Azərbaycan həqiqətən də ətrafı od, alovdur. Belə bir coğrafiyada biz yaşayırıq. Hal-hazırda bizim qədər təhlükəli coğrafiyada yaşayan ölkə tapmaq çox çətindir. Hər tərəfdən bizə təhlükə var. Ona görə də Azərbaycan hakimiyyəti ilk növbədə məsuliyyətli olmalıdır. 1. Hər hansı münaqişəyə cəlb olunmaq üçün bəhanə vermək olmaz. Burada artıq özündən razılıq, yekəxanalıq, mənəm-mənəmlik, belə şeylər işə yaramır. Dövlətin məsuliyyət hissi hər kəs çiynində hiss eləməlidir və heç kimə heç bir bəhanə vermək olmaz. Bizim tərəfimizdən biz istəmirik, bizim dövlətimizin, millətimizin marağına uyğun deyil ki, biz hansısa istiqamətdən yeni bir savaşa cəlb olunaq. Bəli, 2-ci Qarabağ savaşında ordumuz qəhrəmanlıq göstərib, milli qürurumuz bərpa olunub, amma buradan biz səhv nəticələr çıxarmalı deyilik. Bu o demək deyil ki, elə bizim işimiz, peşəmiz deməli savaşlara girməkdir və o kasıbların uşaq pulsuz böyümüş uşaqları da mütəmadi olaraq bu savaşlarda iştirakçı olmalıdır. Ona görə də deməli birinci məsələ mənim istədiyim hökumətdən tələbimiz hər hansı yeni bir savaşa bizim tərəfimizdən bəhanə verilməz. Bizim bəhanəmiz olmadan da bizə hücum ola bilər. Amma o zaman hamı biləcək ki, bizlik bir məsələ yoxdur. Hücum eləyənə qarşı da əlbəttə ki, biz vətənpərvər qüvvələrik. Haradan bizə qarşı belə deyək, hər hansı bir təhrik olunmamış, əsassız hücumlar olacaqsa, o zaman əlbəttə ki, biz millət olaraq o hücumun qarşısında hamımız yenə də bir yerdə olacağıq. Amma biz bu işləri ciddiyə almalıyıq və hər hansı bir tərəf bizim tərəfimizdən deməli xırda bir təxribata da imkan verilməməlidir. 2. Hər ehtimala qarşı
ən güclü deməli müdafiə ordunun müdafiəsidir. Hər cür beynəlxalq münasibətlər, bloklar, ittifaqlar, kənardan olan dəstəklər, bunların hamısı önəmlidir. Dövlət bununla məşğul olmalıdır, amma ilk növbədə deməli dövlətin əsas təminatı onun ordusudur. Ordumuz müasirləşdirilməlidir. Bəli, Azərbaycan əsgəri ləyaqətlidir, qürurludur, ürəklidir, cəsurdur. Amma savaş yerində saymır. Bizim 2020-ci ildəki savaşdakı istifadə etdiyimiz texnologiya artıq köhnədir. Baxın, Ukraynaya 6 aydan bir dəyişir demək olar ki, orada texnologiya. Ona görə də deməli, ordunun müasir silah və avadanlıqlarla təchiz edilməsi prioritet olmalıdır. Hər bir zaman Azərbaycan hökuməti pisinə hazırlaşmalıdır. Biz yaxşı üçün çalışmalıyıq. Baxın, biz müxalifətik, biz də deyirik ki, olmasın müharibə. Hökumət özü də deyir əlbəttə ki, hökumət özü bu məsələlərdə ehtiyatlıdır. Amma biz də deyirik olmasın. Amma hər zaman hökumətin borcu olsun variantına hazırlaşmaq olmalıdır. Birdən səndən, məndən asılı olmadan Azərbaycan hansısa bir təxribata cəlb edildi. Deməli, o zaman deyə bilməzsən ki, mən nə biləydim ki, bizə kimsə nəsə atacaq. Bilməliydin, neçə müddətdir sənə deyilir ki, bu cür həssas bir coğrafiyadasan, ölkənin son dərəcə güclü müasir hava hücumundan müdafiə sistemi olmalıdır və bütün başqa deməli avadanlıqları, silah və texnologiyaları ən müasir standartda olmalıdır. 3. Azərbaycan xalqı ilə bütövləşəcəksən. Dövləti güclü eləyən də, zəif eləyən də ilk növbədə xalqla dövlətin münasibətidir. Əgər xalq dövlətlə bir olacaqsa, 2-ci Qarabağ savaşı zamanı olduğu kimi dövlətin gücü 1-ə 5 artır. Yox, əgər xalq dövlətdən qopuq olursa, hər zaman kənar qüvvələrin xalqın içində müəyyən adamları öz tərəfinə çəkmək imkanları olur. Əlbəttə ki, bu təqdir olunmaz, bəraət veriləsi bir məsələ deyil. Amma bu reallıqdır. Xalqı dövlətdən küstürməyəcəksən. Dünyanın düz vaxtında da küstürməyəcəksən. Çünki dövlət xalq üçündür, xalq dövlət üçün deyil. Amma xüsusən sənin çoxlu sayda xarici düşmənlərin varsa, bu heç bir bəraəti yoxdur ki, öz doğma xalqını da, əsas güc mənbəyini də dövlətdən küstürəsən. Ona görə də xalqla bu cür haqsız, ədalətsiz rəftar eləməyə son qoyulmalıdır. Azərbaycan xalqı öz dövlətindən küstürülməməlidir. Bunu həyata keçirmək lazım. Növbəti məsələ. Türkiyə ilə bizim münasibətlərimiz yaxşıdır. Amma bəzən ona da xal düşür. Orada da bəzən problemlər yaranır. Deməli, biz Türkiyə-Azərbaycan ittifaqının bütün potensialını reallaşdırmalıyıq. Biz daha sürətlə Azərbaycan ordusunu NATO standartlarına keçirməliyik. Bilirsiniz, NATO üzvü olmaq başqa şeydir. NATO standartında ordu qurmaq başqa şeydir. Əlbəttə ki, bugün aydın məsələdir ki, bizi heç kim NATOya almağa hazırlaşmır. Azərbaycan hökumətinin də belə bir siyasi iradəsi də yoxdur. Aydındır. Amma biz Türkiyə olan ittifaqdan istifadə eləyib, Türkiyə NATO'nun ən güclü ordularından biridir. Kimdir ki NATO? NATO biri Türkiyə. Türkiyə ilə biz indi olan bu xüsusi, eksklüziv bir imkanlarımız ki var, onların bütün imkanlarından istifadə eləyib öz ordumuzu NATO standartında qurmalıyıq və Türkiyə ilə hərbi ittifaqı son dərəcə təkmilləşdirməliyik. O cümlədən hərbi sənaye kompleksini Türkiyə ilə haradasa ciddi şəkildə qarşılıqlı əlaqədə inkişaf etdirməliyik. Baxın, Türkiyənin hərbi sənaye kompleksi çox sürətlə inkişaf edir. Azərbaycanın o neft pullarından da onsa biz xeyir görmürük. Onsuz o fərqi yoxdur. Neft pulları keçmişdə Avropanın bərpasına, parklara, muzeylərə gedirdi. İndi də avtoritar rejimlərə gedir. Müxtəlif demək, israf layihələrinə gedir, korrupsiya layihələrinə gedir. Nə yaxşı olar ki, həmin o pulların əhəmiyyətli bir hissəsi Türkiyə ilə hərbi sənaye kompleksinə qoyulsun. Türkiyənin o müasir silah və avadanlıqlarından biz də pay sahibi olaq. Bizim də ordumuz onları deməli əldə edə bilsin. Türkiyə ilə müttəfiqlik hazırki şəraitdə Azərbaycanın bu çətin coğrafiyada, bu həssas məqamda ən əsas təminatıdır. Ona görə də Türkiyə ilə münasibətlər son dərəcə dərinləşdirilməlidir. Və nəhayət, Türkiyənin özü belə görürsünüz hara üstdür. Avropaya üstdür. Avropa İttifaqı NATO. Dünyanın ən güclü qüvvəti həmin bax bu istiqamətdir. Avropa İttifaqı NATO istiqamətidir. Hərbi baxımdan, texnoloji baxımdan, iqtisadi baxımdan, maliyyə baxımından, təhsil baxımından, bütün mənalarda üstün qütb
dünyada bu qütbdür. Ona görə də necə ki qardaş Türkiyə NATO-nun üzvüdür və Avropa Birliyi üzvlüyü üçün də 10 illərdir ki çalışır, mübarizə aparır. Biz də oradan açılan qapıları qapatmamalıyıq. Azərbaycan Avropa Birliyi istiqamətində addımlar atmalıdır. İndi son vaxtlar bəzi xırda jestlər edilib. Mən bunu təqdir edirəm. Amma bu yenidən bu xırda jestlər də imitasiya xatirinə olmamalıdır. Rusiya ilə biraz münasibətlərimiz soyuyub, ona görə Avropadan bir qapı açaq, manevr eləyək, yox. Həqiqətən Avropanın imkanlarından istifadə etmək lazımdır. Mən bunu şəxsən özüm eşitdim. Avropanın rəsmilərinin biri, söz sahiblərindən biri açıq bəyan edirdi ki, Avropa ona görə ciddi şəkildə yenidən silahlanır, öz ordusunu qurur ki, Avropa nəinki özünü, onunla əməkdaşlıq edən ölkələri də qoruya bilsin. 3 dövlətin adını çəkdilər. Ukraynanın, Moldovanın, Ermənistanın. Avropa İttifaqı onunla əməkdaşlıq edən, üzv olmayan dövlətləri də qorumağın məsuliyyətini özlərinə götürür. Biz bunu Ukrayna nümunəsində görürük də. Faktiki ABŞ son aylarda kənara çəkiləndən sonra Ukraynanın müdafiəsi üçün görürsünüz Avropa nələr edir. Biz elə bu müsahibə ərzində də xeyli danışdıq. Və açıq bəyan edirlər ki, biz lazım olsa bənzər müdafiəni Moldaviya üçün də eləyərik, hətta Ermənistan üçün də deyirlər. Niyə görə Ermənistan deyirlər, Azərbaycan demirlər? Çünki Ermənistan rəsmən deyir ki, mən Avropa Birliyinə qoşulmaq istəyirəm. Rəsmən bunu hökumət də qərar verir, parlament də qərar verir. Azərbaycan demir bunu. Azərbaycan niyə bunu demir? Öz kürsüsünə görə. Ancaq başqa heç bir səbəb yoxdur. Azərbaycanın bütün iqtisadiyyatı Avropaya bağlıdır. Bizə pul gəlmir. O gələn pulun hamısı bizim Avropaya satdığımız neftdən, qazdan gələn puldur. Başqa sözlə Avropadan aldığımız puldur. Bəli. Deməli, Azərbaycan iqtisadi baxımdan oradan bağlıdır. Azərbaycan hökuməti, hakim klan, hakim korrupsioner dəstə hamısının Avropada malı, mülki, əmlakları, vətəndaşlıqları var. Bəs niyə görə Avropa İttifaqına inteqrasiya yolu seçilmir? Nəyə görə biz burada o Cumhuriyyət bayramında Avropa Birliyi bayrağını qaldıranda bir-birinə dəydilər? Çünki hüququn üstünlüyü, azad seçki, insan hüquq və azadlıqları, müstəqil məhkəmə, azad mətbuatı özlərinə təhlükə görürlər və öz hakimiyyətlərini bütün ümumxalq maraqlarının fövqündə görürlər. Deməli, hakimiyyətlərinə təhlükə yaranmasın deyə Avropa Birliyindən məsafə saxlayırlar. Amma mən də burada deyirəm ki, əziz həmvətənlər, siz bilin, bu gün artıq Avropa Birliyinə inteqrasiya təkcə artıq demokratiya, azadlıq, firavanlıq söhbəti deyil. Deməli, biz dünənə qədər danışırdıq ki, nəyə görə biz bu məkana inteqrasiya olunmaq istəyirik? Sadaladığım kimi, hüququmuz olsun, bizdə də azadlıq olsun, bizdə də seçki olsun, bizdə də sosial təminat olsun, bizim də polis, bizimlə Avropa polisi kimi davransın, bizdə də Avropadakı məhkəmələrdən olsun, bizdə də Avropadakı sosial müdafiədən, səhiyyədən, təhsildən olsun. Amma indi tək bu deyil. İndi bizə Avropa İttifaqına inteqrasiya həm də ətrafımızdakı bax bu cəbhələr həlqəsi var ha, ətrafımızdakı bu barıt çəlləkləri var ha, bunlardan qorunmaq üçün lazımdır. Və Avropa əməldə sübut edir ki, o nəinki özünü qoruya bilir, nəinki Baltik ölkələrini qoruya bilir. Eyni zamanda ona inteqrasiya yolunu seçmiş Sovet respublikalarında qoruya bilir. Ona görə də deməli, növbəti və mühüm addımlar olmalıdır Azərbaycanın Avropaya inteqrasiya istiqamətində addımlar.